9 mayda qələbə paradında Paşinyan bir fikirlər söyləmişdi ki, biz müharibə istəmirik, sülh istəyirik, amma mayın 10 tarixində təxribat baş verdi Ermənistan tərəfindən. Sizcə burada ikili münasibətlər hələ davam edirmi Paşinyan hakimiyyətində? Bəli, təbii ki. Hətta keçən ay ərzində Naxçıvan istiqamətində və Kəlbəcər istiqamətində bizim sərhəd bütünlüyümüz pozulmuşdu və təəssüflər olsun ki, Ermənistan tərəfi təxribatlara yol verir və bu yenə də olacaqdır. Çünki nə qədər ki, sülh müqaviləsi imzalanmayıb və tərəflər arasında diplomatik münasibətlər bərpa edilməyib bu olacaq. Hətta ona da zəmanət yoxdur ki, sülh müqaviləsi imzalansa kağız üzərində Ermənistan necə hərəkət edəcək. Və ən qorxulusu Zəngəzur dəhlizi üzərindədir. Bəli. Sabitlik qalacaqmı, qalmayacaqmı? O şübhədir. Təbii ki, Zəngəzur dəhlizi açılarsa necə olacaq? Beynəlxalq mexanizm hüquq çərçivəsində buna əməl olunacaqmı? Və düşünürəm ki, təbii ki, Azərbaycanın iradəsi sayəsində çox məsələlər həll oluna bilər Zəngəzur məsələsində. Bunun üçün biraz zaman lazım olacaqdır. Və Ermənistanın cığallığı çoxdur. Hal-hazırki bir mərhələdə istər Zəngəzur dəhlizi olsun, istərsə də ki, bu cəbhə xəttində olsun, çox problemlərə yol açmaq istəyir və açacaqdır da. Yəni istəyir ki, tansiyon daima yüksəkdə qalsın və sülh müqaviləsi imzalanmasın. Yəni atəşkəsi pozmaq bu nə deməkdir? Bu o deməkdir ki, mən sülh istəmirəm. Başqadır yoxdur. Aradan bir vaxt keçsəydi, deyərdik, hə, olan şeydir, amma bir gün belə keçmədi o məsələdən. Bəli, təbii ki, bəyanatlarla və əməllərlə üst-üstə düşmür hamısı. Sanki hakimiyyət özündə deyil, başqası idarə edir və oradan tərtib edirlər ki, müharibə getsin ortalıqda. Bəli, yəni Ermənistan daxilində müxtəlif qruplaşmalar var ki, məsələn, Paşinyanın heç belə deyim saymır da, yəni ona itaət eləmək də istəmir və bu da ikitirəlik yaradır hökumətdə və təbii ki, müxtəlif qərarların verilməsinə səbəb ola bilər. Və Nikol Paşinyan hal-hazırda öz hakimiyyətini qorumaqdan ötürü də bu müxalifət üzərində hələ ki qələbə çalmayıb. İstər Keşiş Baqratsanyan olsun, Qalstanyan üzərində, bəli, Qalstanyan üzərində və istərsə də ki, köhnə separatçı Dağlıq Qarabağ ünsürləri ilə bəli.